Herkese salam, değerli izleyiciler. Gördüğünüz kimi terk edilmiş hospital camını açım. Hava da soyuqdur. İçerisinde gördüğünüz kimi bu vəziyyətdədir. Burada kimse var? Değerli izleyiciler, damın üstesindən, daha doğrusu damın hissəsindən daxil olacağım. Aşağıdan girə bilmirəm. Əziz dostlar, kanala abunə olun. Rəylərinizi videonun altında qeyd edin. Kimsə var burada? Buradan daxil olmağa çalışacağım, yoxsa burada. Buradan yerək. Bunlar da belə rişotkadır. Bunu kesməyə çalışacağım. Əziz dostlar, gördüğünüz kimi artıq gecədir. Ətrafda hərəkət olduğuna baxmayaraq mən terk edilmiş bu hospitalda tək çəkiliş aparıram. Yenidən deyirəm, kanala abunə olun, rəylərinizi videonun altında qeyd edin. Mən isə sizin üçün buranı tam şəkildə çəkəcəm və hər hansı bir qeyri-adi bir şeylə rastlaşsam, böyle. Vaxtdan qalmaq kamera. Hər hansı bir qeyri-adi bir şeylə rastlaşsam, onu sizə bölüşəcəm. Çəkilişimiz davam edir. Yenidən otaqların birinə daxil olduq. Burada bildiyimiz kimi məlum olan bir yerdir. Burada nə var görək. Daxilə baxaq. Həmişə kimi dördökündür. Değerli izleyiciler, dərmanlardır. Bunlardakı içərisinə elə tam şəkildə daxil olmamışam. Nerə belə var? Əziz dostlar, çəkilişimiz davam edir. Çəkiliş zamanı bunu da qeyd etmək istəyirəm ki, sizdən xahişim yeteri qədər dəstək olasınız. Yeni belə videoların gəlməyini istəyirsinizsə, rəy şəklində videonun altında qeyd eləyəsiniz. Bundan əlavə də kanalda artım olarsa yeni yerlərin çəkilişini davam eləyəcəm. Əgər yox, olduğu kimi yenidən eyni qaydada davam eləyərsə, çəkilişləri saklamalı olacağım. Burada kimse var. Değerli izleyiciler, gördüğünüz kimi darmadağın vəziyyətdədir. Buralar niye bu vəziyyətə qoyulur, mənə də çox maraqlıdır. Ya ümumiyyətlə olmasın, ya da ki, hadi böyle bakalım. Wow.
antikvar qablar. Rengi de değişmiyor. Da o derecede daşlaşır. Çəkilişimiz devam edir. Burada da yenidən eyni qaydada həmin yerdən çevrənə baş verir. Burada bildiyimiz kimi eyni qayda. Değerli izleyiciler, sıxlıq var otaqlar tərəfindən. Burada darmadağın vəziyyətdədir. Çəkilişə davam. Wow. Wow. Çox qorxulu vahimə atmosfer yarandı ama. Kimsə var burada? Bu frazanı işlətməkdə məqsədim ondan ibarətdir ki, hər hansı bir evsiz bir şəxs olarsa, öz təhlükəsizliyimi təmin eləmək üçün qabaqlayıcı bir tədbir görüm. Nədir bu burada öyle? Burada da böyle bir şeyler var ama bilmirəm nə olduğunu. Çəkilişimiz devam eləsin. Nədir? Qəribə şeyler var. Bunu da qeyd eləmək istəyirəm ki, çəkilişimizi gecə görüntüsü ilə aparıram. Mən də nə görürəmsə kameranın monitorundan görürəm. Seçə bilmədiyim şeyler var. Bunun olduğunu bilen varsa rəy şəklində videonun altında qeyd edir. Değerli izleyiciler, çəkilişimiz devam edir. Wow. İçeriyə daxil olduqca qorxu atmosferi də artır. Burada kimsə var? Değerli izleyiciler, otaqlara qıraqdan baxış keçirilir. Hansı bir maraqlı olursa içərisinə daxil olacağım. Çünki hospital çox böyükdür. Yalnız nədir burada? Wow. Saat 2-10 dəqiqə işləmişdə qalıb. Mesela paltarlarıdır bunların. Ne bileyim, içeriye maskayla daxil olmuşam hər ehtimala. Onunla daxil olmama baxmayaraq qəribə iyilər gəlir. Çəkilişə davam. Nə çox qapı var burada. Burada eyni qaydada. Wow. Yenidən çəkiliş eləyək, görək başımıza nə gəlir. Bunlar hamısı Sovetin dövründən qalma tarixdədir. Onun üçün tərk edilmir və indiyənə qədər bu vəziyyətdə qalmağa mənim üçün də qaranlıq qalır.
Biz isə çəkilişimizi davam edək. Video rolikləri lazımsız kadrları kəsməli olacağam. Və yenidən davam. Dəyərli izləyicilər, bundan əlavə keçən dəfəki çəkilişlərimdə də istifadə etdiyim xırda mikrofonlardan istifadə edəcəm. Bu ancaq infrared kamerasının qarşısında çox qaranlıq sahə yaranarsa onu aydınlaşdırmaq üçün ki, ətrafımı görə bilim və həmin fanarları sizə göstərirəm. İrəliləməyə davam. Kimsə var burada? Bomboşdur. Əziz dostlar, çəkilişimiz davam edir. Burada kimsə var? Bu isə uzaq çömür, qırası verir. Dəyərli izləyicilər, çəkilişimiz davam edir. Yenidən sıx otaq olan bir yerə daxil oldum. Kimsə girib darmadağın ölüyor. Yine de otaqlara baxır. Bura böyük bir yerdir. Dəyərli izləyicilər, gördüyünüz kimi heç bir qeyri-adi bir şeylərə rastlaşmamışam. Buna baxmayaraq çəkilişimiz davam edir. Burada kimsə var? Bu nədir belə? Heç mənə də məmalı qaldı. Bu nədir? Bunun nə olduğunu bilən varsa qeyd eləsin. Dəyərli izləyicilər, burada sanitar vəziyyət var. Hiçbirinə toxunmayacağım və çəkilişimiz koridor boyu davam edir. Burada kimsə var? Səs eşitdim o bir tərəfdən və buradan. Buradan qəribə səs gəldi. Otaqlara daxil olaq. Qalanlığa baxın qapıda. Yəni bu qapılıqdan çıxmış bir şeydir. Bu ölçünün qalınlığı da demək olar ki, hardasa 10 santdan böyükdür. On 5-ci dəqiqəyə yaxında çəkilişimiz davam edir. Burada nədir belə? Çox qaranlıq otaqdır. Bomboşdur. Dəyərli izləyicilər, görünüş qrafikası çox qorxuludur. Ətrafına baxdıqca özünüz də görürsünüz. İlerlemeye tamam.
Nədir nə? Bana balaca maraqlı bir yer. Rastlaşdım. Çox güman ki, morq olar. Böyle lifti yararsız haldadır. Bu da o vaxtdan qalma liftlərdəndir. Burası morq qapısına oxşadı. Ne oldu? Wow. Qapısı bax. Değerli izleyiciler, çekilişimiz devam ediyor ve gittiği yere qorxulu yerlere daxil oluruq. Aşağıya düşməyə məcbur etməyib, aşağıda nələrin olduğuna baxacağım. Wow, orada kimsə var. Devam. Çok grafik bir görünüşe malikdir. Kimse var burada? Yolumuzu dəyişək, başqa bir istiqamətə gedək. Bayaqki səs təzədən burada eyni qaydada gəldi və dediyim kimi qorxu atmosferi getdikcə daha da artır. Değerli izləyicilər, kanala abunə olun. Rəylərinizi videonun altında qeyd edin. Mən isə bura düşəcəm. Burada kimse var? Wow, burada değil. Aziz dostlar, burası ise yəqin müalicəvi baseyn olub. İndi isə quruyub. İçərisinə daxil olaq. Ola bilər. Çox maraqlıdır, dəyərli izləyicilər. Bilən varsa rəy şəklində və qeyd eləyər. Və qorxulu yerlərdən biri. Aziz dostlar, bu nədir? Burada kimse var. Yeniden eyni qaydada divarda yapışdırılır. Bu ise yəqin ki su nasosudur. İndi isə yararsız haldadır. Çəkilişimiz davam edir. Demək olar ki, hospitalın podvalındayam. Burada qəribə baxçaqlarla rastlaşdım. Yaxınlaşmayacağım hər ehtimala təhlükəsizliyim üçün. Gördüğünüz kimi yararsız və bərbad vəziyyətdədir. Değerli izləyicilər, İlerlemeye devam ve sesin geldiği yere. Wow. Ses gelen otaq bu taraftan idi. Bu tarafta həmin ses gelirdi. İlerlemeye devam. Sesin geldiği yere doğru gedirəm. Burada ne gəzir? Çox maraqlıdır və baxacağım. Görün bu ne için bura qoyulub bu? Vaxt ikən Sovet dövründə qalmış, tərk edilmiş bu hospitalda xaçda var və hətta düzəlməyə davam. Qeyd edeyim ki, burada vaxt ikən ölən olurdusa, burada onu bastırmaq üçün dualar oxuyurdular. Ümid edirəm belədir. Kimsə var burada?
Değerli izləyicilər, mən çəkilişi yekunlaşdırıram. Yeni çəkiliş yerində görüşmək üzrə sizlə sağollaşıram. Hələlik.